Hayatım gel üfür. Eliza gel üfür. Nedir? Azan okuyorlar. Amin dilen kızım. Eloş zayçikolu be. Bakın kızım. Wow, ne güzel yaraştı senden. Hə, biz xalalar görmədi axı. Gəl göstərək xalalara. Hə, taq başına baxsınlar. Gəl. Elizaya yağmurluq alıb anası. Düzdür, biraz böyük almışam bir neçə il giyinsin deyə, amma yaxşıdır. Məncə problem olmaz uzunluğu. Belə göstərim. Papağı da belədir. 3-4 yaşlıq almışam mən, amma indi də 50 oldu. Eliza'nın hələ 2 yaşı olmadı. Məncə bir neçə il rahat giyinə bilər. Yıxılarsan quzum. Bir də belə bir ayaqqabı almışam, qışlıq. 2 dənə ayaqqabısı bununla birlikdə 2 dənə ayaqqabısı olmuş oldu. Gələn ilə indidən hazırlıq gördüm. Çox qəşəng gəlib bunlar. Temudan almışam bu arada. Bunu da. Qiymətlər çox uyğun idi. Əslində bu 50 manat idi, amma endirimlə düşmüşdü 30 manata ya da 25 manata. Ona görə aldım. Qəşəng içi də tüklüdür. Çox bəyəndim bunu. Dünən axşam gəlib çatıb. 2 dənə ayaqqabısı olmuş oldu. Bir də kuxlar üçün belə əlcək almışam. Dünən biz getmişdik Perlaya şkaf almağa. Bu şkafı aldıq çünki ayaqqabılar falan heç nə yerləşmirdi artıq. Hələ Eliza'ya da bura bir dənə şkaf yığdırmalıyam. Hə, Eliza gəldi. Şkafı indi içini təmizlədim. Yadımdan çıxıb ki, sizə çəkməmişəm. 5 gözlüdür, içi də genişdir. Bu yuxarıya sumkalarımı yığacağım. Eliza da aça bilmir. Yaxşı cəhəti odur ki, açmaq yeri ancaq yuxarıdandır. Əli çatmır. Bir də havalar yaxşıdır deyə fikirləşdik ki, elə buranın da pəncərələrini silək. Artıq balkonda oturmaq havasıdır. Geçən stol alacaq mənim həyatımın yoldaşı. Sonra biz balkonda oturacaq. Bugün təmizlik günüdür. Ona görə şkafın içini təmizlədim. Kənan da pəncərələri, buranın pəncərəsini Kənan silir. O birisi otaqları mən siləcəm. İndi dedim sumkalarımı yerləşdirim. Hə, bunları yerləşdirək, Eliza bura. Hər yeri tökdüm, bütün şkafları tökdüm, yer dəyişmək deyəcəm. İndi Kənanın bu ayaqqabıları var idi, qışlıq. Bunları bura yerləşdirək. Sonra bura dəymədim, burada mənim əşyalarım var, 1-2 dənə qaldı. Bura amma qalan hissəsini ancaq ayaqqabılıq eləyəcəm, ayaqqabılara yığacam. Burada da boşaltdım bu hissəni, ancaq ayaqqabılar yığacam. Qızlar, bu şkafı qutardım, daha doğrusu bu 2 hissəni, qışlıqları keçirdim. Bir də 1-2 kablok, sonra Kənanın belə klasik ayaqqabıları falan keçirdim bura. Buranı çox istifadə eləməyəcəyik. Bir də Eliza'nın təzə qışlıq ayaqqabılarını 3 dənə bura qoydum. Çox buranı bağlayırıq. Bura kilitlidir. Eliza açmasın deyə biz bura kilit vurmuşuq, maqnitdir. Ona görə rahatdır artıq başım ki, bura tez-tez açılmayacaq. İndi keçirəm bu tərəfi səliqəyə salmağa. Sonra da bunun üstünü səliqəyə salacağım. Fikirləşirəm bu qutuların hamısını aradan çıxardım. Çünki bunlar da yer tutur. Yoxsa bilmirəm, ayaqqabılar qoyum içində qalsınmı? Qərarsız qaldım. Baxım görüm nə edirəm. Günlük ayaqqabıların da hamısını bura yerləşdirəcəm. Yaylıq və günlük ayaqqabılar burada qalacaq.
Şkafın bir hissəsini qurtardım. Burada əsas mənim ayaqqabılarımda birinci hissə, ikinci, 3, Kənan dördüncü hissə. Bir də Eliza'nın 2 dənə burada ayaqqabısı var. İnanırsınız, buranı təmizləmək məni o qədər rahatlatdı ki, artıq bilirəm ki, səliqəli olacaq. Həm də əlimə atanda rahat hər şeyi götürə biləcəm. Sizə ayaqqabılarımdan ən çox sevdiyimi göstərim. Bir bu təzə aldıqlarımdır. Bunları heç giyinməmişəm hələ. Çox ucuz almışdım. Black Friday'də almışdım. Bir də bunları çox sevirəm. Bunlar marjinləndir. Bir də bu stil ayaqqabıları çox sevirəm. Bu yay, yəni bolluca giyinəcəm. Belə buranı bağlayaq. İndi keçək o birisi şkafa. Buranı deyəsən sizə göstərdim. Burada belə oldu. Qışlıqları yerləşdirdim. Buranı maqnitlə açırıq. Buranı göstərim. Burada belə səliqəli oldu. İndi keçim o birisi şkaflara və buraları yığışdırım. Bu qutuları çölə çıxardım. Atlas ayaqqabılar var. Veriləsi ayaqqabılarım var. Bu qədər, görək necə qutarıq. Bu hissəni də hələ ki belə elədim. Çünki hər dəfə şkafdan orada açıb, belə maqnitli şkafı açıb bağlamaq çətin olurdu. Ona görə bunları bu hissəyə qoydum. Belə oldu. Bu bizim böyük şkafın yanına qoymuşuq. Burada Kənan saatlardır. Burada 2 dənə saat mənimdir. Qalanlar hamısı Kənanındır. Duxlarımızı, mənim aksesuarlarımı falan qoydum. Şkafın içində bu hissəyə sumkalarımı yığdım. Fikirləşdim, burada da kurtkalarımız var. Elə açıb götürəndə rahat olar uyğunlaşdırmaq. Burada da lazımsız bir-iki əşyalar, sumkalar, sonra kəmərlər. Kəmərlərin hamısını bu hissəyə yığdım. Vistendin üstündəkini də gətirdim bura qoydum. Çünki Eliza bunu xarab eləyirdi. Bu qədər, bu şkaf belə. Bəlkə sonra əlavələr eləyərəm. Hələlik bu qədər. Bu hissəni də belə elədim. Hamısını boşaltdım. Kuxunada istifadə elədiyim belə bir taxta var idi. Onu gətirdim bura. Açarları, açginin, aksesuarları bir-iki dənə tez bazar çıxanda istifadə elədiyimiz onları qoydum. Burada da bizim adapterlarımız falan var. Bunları aşağı qoyanda Eliza götürür. Ona görə burada saxlayırıq. Bu qədər. Burada belə qəşəng oldu, təmiz oldu. Rahatladım. Dedim, evi yığışdırmışam. Eliza'nın da yay paltarlarını çıxardım. Bunları mən Defacto'dan almışam, bu dəsti. Bunu çox bəyənmişəm. Bunları deyəsən göstərmişəm amma hansısa vlogda. İndi hamısını bunların çıxardım. Polo'dan bir dəsti var. Bu Temu'dandır. Bunları qəşəng yuyum, yerinə yerləşdirim. Çünki havalar artıq isinib. Bu da Temu'dandır. Bu da Temu'dandır. Paltar. Bunu da Temu'dan almışdım kızlar. Bu o qədər qəşəngdir ki, materialı kətandır, səhv eləmirəmsə və çox nazik, belə yüngüldür, əsl yaylıqdır. Bunlar düzü bahaydı. Bu Dalvabella da nədə, marka necə oxunur bilmirəm. Bunların məhsulları çox qəşəng olur. Amma bahalı olur biraz Temu'da. Cins şallarına baxın, yüp yumuşaqdır. Bu da ikisi belə dəsti. Hələ bunun gilaslı dəstinə baxın. Eliza, bunu bəyəndin? Eliza, buna var, nə qəşəngdir gilaslı. Bu da Eliza xanımın dəstləri. Laat bakalım besi. Çeke bilmedim işte. Koy qabağına 2 dənə soğanı qabına bax. Aygin'e lerve sağlık. Aygin bize bugün levengi pişirir. Ve Mügar müəllimin ad günüdür. Bu da tortumuz. Onu ben yerim. Problem yok. Sistemi güzel. Çatmadı. İşdən çıxandan sonra dırnağa yazılmışdım və vaxtım da olduğu üçün gəzə-gəzə getdim. Mən Bakının arxa küçələrini çox sevirəm. Çoxdan da öz-özümlə belə tək qalmamışdım və bu gəzinti qısa da olsa mənə çox xoş oldu. İndicə dırnaqdan çıxdım. Yenə sadə bir şey elətdirdim. Çoxdan da elətdirmirdim. 2 aydır yenidən başlamışam elətdirməyə. Biraz keyfimi açır, enerji verir.
Buna görə belə sadə bir şey elətdirdim. Sephora'dan özümə sifarişlər etmişdim. 2 dənə concealer Tarte markasından və Laneige-dən üz nəmləndirici sifariş etmişdim. Bu nəmləndirici gecə yatanda üzünüzə çəkirsiniz və səhər durursunuz, üzünüz yumuşaq olur. Concealer haqqında isə çox bir şey deməyə ehtiyac yoxdur. Ən yaxşı qapatıcılardan biridir. Və paketə əlavə testerlər də qoymuşdular. Eloş itiymiş, düz deyirmiş uşaq. İt. Aferin. Sabah. Hoş geldiniz toy meclisimize. Vallahi değil. Statismanızı yazmışım vallahi. Bir tane dolmamız var ama. Yanlış olmazsa biz bir iki tane şuması değil mi? Aşılar da olmasa. Kesin. Şey yaxın olurdu, Fabrikanın. Yaxşı. 4'ü bölmürəm, onu 2'ye bölürəm. 2'ye böl. 4'ü çok olacak. Yo 2'ye böl. Hem de dadı kaçmasın. Bu ikisi eynidir. Bu ikisi şokoladdır. Şokolad, badam, şon. Ha, mən elə bilirəm o badamlıdır. Hə, heç nə baxaq dadına. Özü qəşəng tikədilər. Bir əlim boydadılar. Yenə. Ne? Üstə qoyuyorum. Hə, qoy. Götürəcəkdi o storda. Hadi getdim. Ataya getdi nə? He. Şüvər. Dayıya uha ile. O şey yuxarı vurur. Aha, işıqları söndürüb belə qəşəng ortam. Kruasanlar burada. İndi mən də çayları süzəcəm. Hərəyə bir stəkan elədim, fərqli-fərqli. Ay, qızım ehtiyatlı ol. Siz niye alacaksınız? Buna bakalım. Qatları da qəşəngdir özü. Şokolad izleyeceğiz. O şokolad Canan, öbür giriş şekerli dadını bir kere gelmez. bitirməyərdin. Tamamdır, evet. Batırmaq istəyir. Batırmaq istəyir.